Salam əziz tələbələr, mən Lalə Quliyeva. Bu videoda sizlərə 25 yanvar 2026-cı il tarixində kursumuzda keçirilən ümumi sınaq imtahanı 7-nin İngilis dili fənnindən olan sualların izahını verəcəm. Gəlin vaxt itirmədən transkriptlə bir yerdə listeningi bir dəfə dinləyək, daha sonra sualların izahına keçək. My guest today is Aidan Gates, who's a member of the local Pony Association. Firstly, Aidan, tell us a bit about the association. Well, anybody can join, not just teenagers, but most members are young people who like horses. But it's not a riding school. It's more like a club you become a part of. The association does teach you how to ride a horse properly, but more importantly, you learn everything about how to look after the animals. So, how did you first get involved? I went to a pony show with a cousin who liked horses. I'd never been on a horse at that point, but I suddenly realised it was what I wanted to do. I told my sports coach at school, who suggested my mum and dad contacted the association. I didn't have a horse or money to buy one, but that didn't matter to people there. So, what horses do you ride? The association has some you can use if you don't have one of your own. Basically, some kids from rich families get bought horses by their parents, even if they're not that keen on riding. So those horses don't get used very often. The association looks after these horses for the owners and lets other kids ride them for free. What have you learnt as a result of being a member of the association? Lots, actually. I started going in for competitions. At the beginning, I was really disappointed when I didn't come first, because I'd put in a big effort. Then I realised there's more important things in life than winning cups. And you've got a big event coming up, I believe. Yeah, I'm doing a presentation for local school kids, explaining about the association and what it does. I've never done anything like that before, but I've prepared everything very thoroughly, so nothing should go wrong. Gəlin indi keçək sualların izahına. Deməli, birinci sualda deyir ki, Aidan explains that the Pony Association's members. Aidan izah edirdi ki, Pony birliyinin üzvləri nə edirlər? Gəlin baxaq bunun cavabına. Deməli, yoldaşlar, listening başlayanda orada deyir ki, birlik sənə nə öyrədir? The association does teach you how to ride a horse properly. Dəqiq şəkildə atları necə sürməyi. Ən önəmlisi, but more importantly, you learn everything about how to look after the animals. Həm də deyirsən, heyvanların qayğısına necə baxmalı olduğun haqqında hər şeyi öyrənirsən. Gəlin baxaq hansı var cavabda. Bax, A variantında are taught a range of skills connected to horses. Deyir ki, sən orada küllü miqdarda bacarıqları öyrənirsən, atlarla bağlı, atlarla əlaqəli. A variantı düzgün cavabdır. B-də deyir ki, join in order to attend riding school. Sürücülük məktəbinə qoşulmaq üçün ora qoşulursan. B variantı səhvdir. C-də deyir ki, hər kəs bir yaş qrupundan gəlir, əlaqəsi yoxdur. Are those who have their own horses. Özünün özəl heyvanları olandır, daha doğrusu atları olandır. Xeyr, orada hamının özəl atı olmurdu. Y-də də deyir ki, ancaq necə yarışmalı olduğu, professional şəkildə necə yarışmalı olduğu öyrənirsən. To compete yarışmaqdır. Y variantı səhvdir. Düzgün cavab olur A. İkinci sualda deyir ki, how does Aidan feel about the presentation? Aidan prezentasiya ilə bağlı necə hiss eləyirdi? Hansı ki, he is giving about the association. Birlik haqqında verdiyi. Bunda ən axırda deyirdi, yoldaşlar. Bax, buradan başlayır cavab. Deyir ki, I have done anything like that before. Daha əvvəl belə bir şey etməmişəm. But I have prepared everything very thoroughly. Thoroughly tam şəkildə deməkdir, tam. Deyir ki, amma hər şeyi tam şəkildə hazırlamışdım. So, nothing should go wrong. Belə ki, deyir, heç nə səhv gedə bilməzdi, yanlış gedə bilməzdi. Burada bunun nəyindən söhbət gedir? Özgüvənindən, inamlı olmasından. İndi baxaq cavablara. A-da deyir ki, o əsəbi idi because he has made some mistakes. Çünki səhvlər eləmişdi. A getdi. B-də deyir ki, istifadə elədiyi rənglərdən narahat idi. B də getdi. C-də baxın, confident söz var. Confident nə deməkdir? İnamlı, özgüvənli. O deyir, inamlı idi ki, hər şey hazır ready-dir. C düzgün cavabımızdır. D variantında anxious narahat idi, doubtful şübhəli idi ki,
O hazır deyil. D-də getdi. Y variantında da deyir ki, he feels unprepared. Özün hazırlıqsız hiss edirdi və expects problem gözləyirdi. Y-də getdi. Əslində yoldaşlar, variantların hamısına fikir versəz, 4 dənə variantın 4-ü də mənfidir. Bir dənə cavabımız müsbət tutacaqdır. 3-də deyir ki, dialoqa görə yanlış fikir müəyyən edin. A-da deyir ki, the association looks after these horses for the owners. Bu cümləni dinləməyə diqqətlə qulaq asdı olduğu kimi deyirdi. Deyir, sahibkarlar üçün birlik bütün atların qayğısına qalırdı. Bu atların. Baxın bu hissədə the association looks after these horses for the owners. A variantı var. A-nı çıxdı. Məndən səhv cavab istəyir. B-də deyir ki, association teaches members how to ride a horse properly. Birlik üzvlərə nəyi öyrədirdi? Atı dəqiq şəkildə necə sürməli olduğunu. Bayaq bu hissəni göstərdik. Baxın, association teach you how to ride a horse properly. B-nin də cavab var. B-ni də çıxdım. C-də deyir ki, association provides horses for members who don't have their own. Həmin o birlik özünün atı olmayan insanları atlarla təmin edirdi. Baxın, association has some you can use if you don't have one of your own. Əgər deyir sənin özün yoxdursa, association əlində var. Yəni sən onlarınkini istifadə edə bilərsən. Hətta baxın, burada oğlan özü haqqında da danışır ki, I didn't have a horse. Mənim atım yox idi. Almaq üçün də pulum yox idi. But that didn't matter to people there. Amma deyir, bu orada olan insanları fərq eləmir. Niyə? Çünki həmin o birlik, baxın burada deyir, birliyin əlində atlar var idi və sən onu istifadə edə bilərsən. C də var, C-ni də çıxdım. D-də deyir ki, association looks after horses owned by rich families. Həmin o birlik varlı ailələr tərəfindən götürülən heyvanların qayğısına qalırdı. Əslində onun hamısını deyirdi. Baxın, burada rich families'dən danışır. Some kids from rich families get bought horses by their parents. Deyir ki, varlı ailədən olan insanlara valideynləri tərəfindən at alınırdı. Baxmayaraq ki, onların at sürməyə marağı yox idi. Sonra da burada association haqqında danışanda deyir ki, və həmin o birlik də bu atların qayğısına qalırdı. D-ni də çıxdım. Y-də deyir ki, Local Pony Association is a riding school. Deyir ki, Local Pony birliyi sürücülük məktəbi idi. Amma dinləməyə başlayanda deyirdi ki, it is not a riding school. Bura sürücülük məktəbi deyil. Y variantı olacaq mənim düzgün cavabım. 4-cü suala baxaq. Deyir ki, hansı suala cavab var? A-da deyir ki, how many members are there in Local Pony Association? Orada neçə dənə üzv var idi? Həmin o birlikdə, yerli pony birliyində neçə dənə üzv var idi? Bunu demirdi. Who will be the audience for Aiden's presentation? Aiden'in eləyəcəyi prezentasiyada, təqdimatda auditoriyadakı üzvlər kim olacaqdı? Yəni tamaşaçılar kim olacaqdı? Bu var idi. Deməli, baxın burada deyir ki, I am doing a presentation for local kids explaining about the association. Deməli, bunun prezentasiyasına kim baxacaqdı? Local school kids, yerli məktəbin uşaqları. B-nin cavabı var. Digər variantların tərcüməsinə baxaq. How often are the pony shows organized by the association? Birlik tərəfindən pony showları necə organizə olunurdu? Necə təşkil olunurdu? Bunun cavabı yoxdur. What kind of tools, hansı növ materiallar association provide to its members? Birlik üzvlərini təmin edirdi. Bu da yoxdur. Materialların adları çəkilmir, yəni təchizatın. Where is the association building located? Birliyin binası harda yerləşirdi? Harda olduğu da yox idi. Düzgün cavabım olur B variantı. 5-ci suala baxaq. Aiden got involved with the local pony association thanks to. Aiden deyir ki, local pony birliyinə daxil oldu. Thanks to nə deməkdir? Görə, yəni sayəsində. Kimin sayəsində daxil olmuşdu? Gəlin baxaq. Baxın burada. I told my sports coach at school. Mən dedim, mənim məktəbdəki idman hakimimə who suggested, kim ki təklif eləmişdi atama və anama contacted the association, birliklə əlaqə yaratmağı. Deməli, kim təklif edib? Bunun idman hakimi. Cavab nə olacaq? D variantı. Aiden sports coach who recommended. Recommend nə deməkdir? Tövsiyə eləmişdi. Joining the association. Birliyə qoşulmağa. Listeningin sualları bu qədər yoldaşlar. Gəlin keçək readingin suallarına indi. 6.1-ci sualda. The first wheels with spokes were invented in ancient Mesopotamia.
Spoke bilirsiniz nədir yoldaşlar? O təkərin qırağından çıxan metal şallara deyirlər, səhv eləmirəmsə. Deyir ki, həmin o metalla olan təkərlər ilk dəfə Mesopotamiyada yaradılmışdı. Bizə nə lazımdır? A wheel with spokes. Baxın, burada danışılır. A wheel with spokes first appeared on Egyptian chariots. Deməli, harda yaradılıb? Misirdə. Amma burada nə deyir? Mesopotamiyada. Buna görə 6.1 oldu false. 6.2 sualda Inca, Aztec and Maya civilizations used wheels for transportation. Deyir ki, Inca, Aztec və Maya birlikləri, sivilizasiyaları təkərlərdən nəqliyyat üçün istifadə edirdi. Baxaq nə üçün istifadə edilmişlər. Deməli, yoldaşlar, baxın burada danışır. Inca, Aztec and Maya civilizations reached an extremely high level of development. Onlar da çox yüksək səviyyədə inkişafa gəlib çatmışdılar. Yet, they never used the wheel. Onlar heç vaxt təkər istifadə eləməmişdilər. Amma burada deyir ki, nəqliyyat üçün istifadə olunur. Bu da oldu false. 6.3 sualda. The first use of the wheel for transportation. Nəqliyyat üçün istifadə olunan ilk təkərlər was likely on Mesopotamian chariots around 3200 BC. Eradan əvvəl 3200 ildə Mesopotamiyadaydı. Gəlin, baxaq bunun haqqında danışılır harda. Deməli, baxın yoldaşlar olduğu kimi var. The first use of the wheel for transportation was probably on Mesopotamian chariots in 3200 BC. 6.3 olacaq. True. 6.4 sualda. The Industrial Revolution had little impact on the development and use of the wheel. Deyir ki, sənaye inqilabının təkərlərin istifadəsində və inkişafında az təsiri olmuşdu. Bunun haqqında harda danışılır? Mətnin ən axırıncı hissəsində. With the coming of the Industrial Revolution, sənaye inqilabının gəlişi ilə the wheel became the central component of technology. Təkərlər deyir ki, texnologiyanın mərkəzi komponenti oldu. Amma burada deyir ki, az təsir olmuşdu. Mərkəzi komponent az təsir deyil, axı yoldaşlar. Böyük təsirdir. Bu da olacaq false. Sonra baxaq 7-ci suala. The wheel became a central component of technology. Elə bayaq baxdığımız hissədir. Təkərdir texnologiyanın mərkəzi komponenti oldu. Nə vaxt? Sənaye inqilabından sonra. Cavabımız nə olacaq? Elə C variantı. After the Industrial Revolution, sənaye inqilabından sonra, when it was used in many different machines. Nə vaxt ki, onlar müxtəlif maşınlarda istifadə olunurdu. Sonra baxırıq nəyə? 8-ci suala. Which of the following is true of invention of wheel? A variantında, the earliest known use of a wheel was in a chariot. Deyir ki, təkərlərin ilk istifadəsi chariotlardaydı. Gəlin baxaq. Deməli, yoldaşlar, A variantından harda danışılır? Təkərlərin ilk istifadəsi. Deyir ki, təkərlərin ilk istifadəsi chariotlardaydı. Amma əslində hardaydı? Deməli, baxın burada. Earliest known use of the wheel was a potter's wheel. Dulusçuluq təkəri idi. A variantı buna görə yanlışdır. B variantında, when the wheel was invented in Mesopotamia, deyir Mesopotamiyada təkər ixtira olunanda, onunla nəqliyyat üçün istifadə olunurdu. Gəlin baxaq deməli, Mesopotamiyada ixtira olunanda təkərlərdən əslində nə üçün istifadə olunmuşdu? Baxın, bayaq baxmışdı. Mesopotamiyada ixtira olunmuşdu eradan əvvəl 3200-cü ildə. Amma yazılıb ki, maraqlı idi ki, wheels may have had industrial or manufacturing uses before they were used on vehicles. Onlardan deyir, nəqliyyat vasitəsilə istifadə olunmazdan əvvəl sənayedə və manufakturada istifadə olunmuşdu. Amma burada deyir ki, nəqliyyatda istifadə olunmuşdu. B variantı buna görə səhvdir. C-də deyir ki, wheels were originally used in Mesopotamia for art and decoration, but never for industrial purposes. Elə indicə baxdığımız hissədir bu da. Deyir ki, təkərlərdən orijinal şəkildə incəsənət və dekorasiya üçün istifadə olunurdu. Amma heç vaxt sənaye məqsədli istifadə olunmamışdı. Bəs biz bayaq baxdığımız hissədə nə deyirdi? Deyirdi ki, nəqliyyat kimi istifadədən əvvəl sənaye üçün istifadə olunub. Buna görə C də səhvdir. D-yə baxaq. The first use of a wheel was a potter's wheel. Aha, bu hissə düzdür, bayaq baxdıq. Dulusçuluq təkəri idi. After which wheels had industrial uses before transportation. Hansı ki, birinci
sənaye məqsədli istifadə olunmuşdu. Nəqliyyatdan əvvəl. Düppədüz D variantım düzdür. Yerdə deyir ki, the first wheels invented in Mesopotamia had spokes were not solid. Biz bayaq baxmışdıq ki, metal şüalarla olan təkərlər ilk dəfə harda yaradılmışdı? Bax burada. A wheel with spokes hardaydı? Egyptian, Misirdəydi. Burada nə yazılıb? Mesopotamia. Y variantımda ona görə səhvdir. Sonra baxaq 9-cu suala. Yoldaşlar, evidence nə deməkdir? Evidence sübut deməkdir. Sinonimi də proofdur. İndi baxaq variantlara. A guess or assumption. Guess or assumption nə deməkdir? Təxmin. A variantım çıxdı. Information or proof. Baxın, informasiya, məlumat və ya sübut. That something exists or is true. Bir şey mövcudluğu və yaxud düzgünlüyü haqqında. B düzdür. C-də a story passed down through generations. Deyir ki, nəsillər vasitəsilə ötürülən hekayə. C əlaqəsi yoxdur. An opinion that cannot be proven. Sübut edilə bilməyən fikir. Bu da çıxdı. A belief that people accept without question. Deyir, sual olmadan insanların qəbul etdiyi bir inanc. Düzgün cavabımız nə olacaq? B variantı. Keçək 10-cu suala. Mətndə hansı suala cavab var? Birinci sualda. How do modern wheels differ from ancient wheels? Deyir ki, müasir təkərlər qədim təkərlərdən nə ilə fərqlənir? Necə fərqlənir? Bu haqda mətndə danışılmır. When did the wheel first appear in Egyptian chariots? Misirdə ilk dəfə təkərlər nə vaxt üzə çıxmışdı? Appear üzə çıxmaq. Gəlin baxaq. Misirdə ilk dəfə təkərlər nə vaxt üzə çıxmışdı? Təxminən eramızdan əvvəl 2000-ci ildə. 2-nin cavabı var. 2-ni götürdüm. What are the scientific principles behind wheel motion and friction? Deyir ki, təkər hərəkəti ilə tənzimlənməsi arasında elmi baxımdan elmi prinsiplər nə idi daha doğrusu? Bu haqda da danışılmırdı. How was the wheel first used before transportation? Nəqliyyat vasitəsilə istifadəsindən əvvəl təkərdən necə istifadə olunmuşdu? Bayaq dedik, ilk dəfə necə istifadə olunmuşdu? Baxın, nəqliyyatdan əvvəl, deməli, before they were used on vehicles, bu hissə, bayaq baxdığımız hissə, hansı məqsədlə idi? Industrial or manufacturing, sənaye və manufaktura məqsədli idi. 4-ün də cavabı var. 5-ci sualda, which modern industries, hansı müasir sənayələr rely most heavily on, daha çox inanırlar, wheel-based technology, təkər əsaslı texnologiyaya. Müasir sənayələr haqqında da mətndə yox idi. Cavabım olacaq 2 və 4. Bu oldu bizim birinci mətnimiz, yoldaşlar. Gəlin keçək ikinci mətnə. Deməli, 11.1-ci sualda Silicon Valley is the only lodestone for high tech in the USA. Lodestone, yoldaşlar, mərkəz deməkdir. Deyir ki, Silikon vadisi ABŞ-da yüksək səviyyəli texnologiya üçün yeganə mərkəzi idi. Bunun haqqında danışılırdı, deməli, 4-cü abzasda. Bax, deyir ki, it is not the only center for high tech in the USA. Not var bu hissədə. Amma burada nə deyir? Yeganə mərkəzdir. Bu olacaq false. 11.2-ci sualda. Use culture inaugurated in 20th century. Inaugurate, yoldaşlar, açılış etmək deməkdir. Açılış etmək. Deyir ki, gənc mədəniyyəti 20-ci əsrdə, gənc mədəniyyətin 20-ci əsrdə açılışı olmuşdu. Gəlin baxaq, paragraf 2-də idi səhv eləmirəmsə. Baxın, it was in the 1960s that American youth culture really began. American youth culture-nın başladığı nə vaxt idi? 1960-cı illər. 1960 da 20-ci əsr sayılır. Bu olur true. 11.3-cü sualda. Microsoft, the world's biggest sophisticated establishment, is grounded in Silicon Valley. Deyir ki, dünyanın ən böyük sophisticated nə deməkdir? İrəliləmiş yəni. İrəliyən Microsoft şirkəti Silicon Valley-də idi. Gəlin baxaq, Microsoft haqqında harada danışılırdı, yoldaşlar? 4-cü paragrafdaydı elə. Baxın, Microsoft, the world's biggest high-tech company, is not based in Silicon Valley. Silikon vadisinə əsaslanmırdı. Amma burada nə deyir? Grounded, əsaslanırdı. Olacaq false. 11.4-cü suala baxaq. The first computer was built in Silicon Valley. Deyir ki, ilk kompüter Silikon vadisində inşa edilmişdi, yaradılmışdı.
Gəlin baxaq. Baxın, the first computer was built that was Manchester, England. Hansı ki İngiltərədə idi. Silicon Valley-də deyir axı. Bu da olacaq false. Sonra baxaq 12-ci suala. When the best students graduated from university. Deyir ki, nə vaxt ki, ən yaxşı tələbələr universitetdən məzun olurlar. Bu haqda harda danışılırdı uşaqlar? 3-cü paragrafda. Deməli, when they finished university, nə vaxt ki, onlar universiteti tamamlayır, many of the best students didn't look for the jobs with big companies, like Ford or Exxon. Deyir ki, nə vaxt ki, ən yaxşı tələbələr universiteti tamamlayırlar, onlar iş üçün böyük şirkətlərlə maraqlanmırlar. Yəni, iş üçün böyük şirkətlərdə axtarmırlar. Ford və Exxon kimi. Yeni cavablara baxaq. A-da deyir ki, all of them desire to work for big high-tech companies. Hamısı deyir, arzuluyur ki, böyük irəliləmiş şirkətlərlə işləsinlər. Amma orada nə deyir? Axtarmırlar elə bir şirkət. Many of them were reluctant. Reluctant nə deməkdir, yoldaşlar? Könülsüz. Könülsüz, istəksiz. Sinonimi də unwillingdir. Deyir ki, onlar istəksizdirlər to find a job. İş tapmaqda in big companies, böyük şirkətlərdir. Elə düzgün cavabımız B-dir. Sonra baxaq 13-cü suala. Birinci paragraf nə ilə başlaya bilər? Deməli, birinci paragrafda söhbət nədən gedir? Silicon Valley is probably the most famous valley in the world. Biz əsas bu sualı tapanda nöqtələrdən sonra birinci və ikinci cümləyə baxırıq ki, görək burada nə haqda danışılır? Ümumi paragrafın məzmunu nədən ibarətdir? Deyək ki, Silikon vadisi dünyanın ən məşhur vadilərindən biridir. Baxmayaraq ki, ilk kompüter orada yaradılmamışdı. Ora nə idi? Birthplace of modern computer industry. Müasir kompüter sənayesinin mərkəzi idi. Burada, yoldaşlar, ümumi şəkildə nə haqqında danışılır? Silikon vadisinin önəmindən, əhəmiyyətindən. Gəlin, baxaq indi. A variantında high-tech technology industry was already absent around San Francisco. Deyir, yüksək səviyyəli, yüksək texnologiyalı müəssisələr demək olar ki, San Francisco'da yoxdur. Əlaqəsi yoxdur, bunu çıxırıq. Deyir ki, if old America was made in New York, əgər deyir köhnə Amerika New York'da yaradılsaydı və yaxud da Detroit'də, müasir Amerika is made in Silicon Valley. Müasir Amerikada Silikon vadisində yaradılırdı. Burada neyini uşaqlar? Silikon vadisini önə çəkir, onun əhəmiyyətini göstərir. Elə ən uyğun variantımız bu olacaq, B variantı. O birlərə baxsaq, very soon tezliklə more companies, daha çox şirkətlər, Seagate və Google üzə çıxdı. Xeyr. There was even a sort of primitive internet connecting many addresses in Silicon Valley too. Deyir ki, həmçinin, bax cümlənin sonunda to varsa, bu cümlə ilk cümlə ola bilməz, həmçinin deməkdir. Həmçinin deyir, primitiv internet əlaqəsi də var idi, adresləri var idi, yəni Silikon vadisində. Və cümlənin sonunda da to var, həmçinin deyir. Bu birinci cümlə ola bilməz axı. Baxın, burada da also var. Deyir ki, həmçinin digər elektronik şirkətlər də var idi. Bunun da əlaqəsi yoxdur. Bir dənə düzgün cavabımız olur B. 14-cü sualda yoldaşlar, run their operation nə deməkdir? Run their operation həyata keçirtmək deməkdir. Həyata keçirtməkdən görə harda danışılır? Bax, A variantda carry out ifadəsi var. Carry out həyata keçirtməkdir. A düzgün cavabdır. Cease their operation, cease dayandırmaq. Gəlin buradan yazım qabağını. Cease dayandırmaqdır. Give up əl çəkməkdir. Quit çıxmaqdır. Finish'i də hamınız bilirsiniz. Finish də tamamlamaqdır. Carry out'dur həyata keçirtmək. Sonra yoldaşlar həyata keçirtmək implement var. Carry out'un özüdür, implementdir, realize'dır. Sonra fulfill'dir. Bunların hamısı həyata keçirmək deməkdir. Həyata keçirmək. Sonra baxırıq 15-ci suala. 15-ci sualda. Deməli, birinci sualda how many states of the USA are the centers of technology? Deyir ki, ABŞ-ın neçə dənə ştatı texnologiyanın mərkəzidir. Bu haqda məlumat yox idi. 2-də deyir ki, what kind of products do Ford and Exxon export abroad? Ford və Exxon şirkətləri xaricə hansı növ qidalar, daha doğrusu produktlar ixrac eləyir? Bunun haqqında da danışılmırdı. Prosta Fordla Exxon'un adları çəkilirdi.
3-də deyir ki, what is the biggest high-tech company? Yüksək səviyyəli şirkət hansıdır? Bu haqda harda danışılırdı? Baxın, Microsoft, the world's biggest high-tech company. Deməli, üçün cavabı nədir? Microsoft. Üçün cavabı var. Sonra baxaq digərlərinə. How many forms of youth culture were there in 1960s? Deyək ki, neçə dənə gənc mədəniyyətin formaları var idi 1960-cı illərdə. İkinci abzasda onun sayını da deyirdi. Deməli, we can say thank you to scientists at the University in California and the hippies. Deməli, bu hissədədir, yoldaşlar. Baxın, biri University in California'dadır və hippiesdədir. Ondan sonra da deyir ki, deməli, it was in the 1960s that American youth culture really began. Deməli, neçə dənə forması var idi? 2 dənə forması var idi. Hətta burada da deyir, at that time, there were really 2 different forms of youth culture. Açıqlamasında burada verir. 2 different forms. Deməli, neçə forması var idi? 2. 4-ün də cavabı var. 5-ə baxaq. In which season of the year could the Beach Boys sing about surfing and cars? Deyir ki, ilin hansı fəslində Beach Boylar surfing və maşınlar haqqında mahnı oxuya bilərlər. Bu haqda da məlumat yox idi. Düzgün cavabımız nə olacaq? 3 və 4. İndi yoldaşlar, gəlin keçək leksik və qrammatik suala. Deməli, 16-cı sualda bizdən düzgün inkar cümləsini istəyir. Ümumiyyətcə, yoldaşlar, inkar cümlədə əsas qaydalarımız nə idi? Bir sadə cümlədə 2 inkar olmaz. Sonra nə idi? İnkar cümləsinin sonunda to, also, ümumiyyətcə, inkar işlənən cümlədə to'dur, also'dur, both'dur, sonra either idi, as well idi. Bunlar işlənə bilməz, düzdürmü? İndi gəlin baxaq. A variantında inkarı görürəm ki, yaradıb no, amma cümlənin sonunda to var. İnkar cümləsinin sonunda heç vaxt to işlənməz. A variantı səhvdir. B variantında whenever he sent money to his family, they didn't satisfied. Deməli, yoldaşlar, əgər feilin inkarını didlə vermişiksə, onu biz V1 halına qaytarmalıyıq. Burada ya olmalıydı satisfy, ya da ki, cümləni bu şəkildə də yaza bilərdi ki, they were not satisfied. B variantı səhvdir. C-də baxaq. All those students needn't answer. Deməli, yoldaşlar, bilirik ki, need modal feili. Əgər need inkarını özü yaradıbsa, deməli, söhbət modal needindən gedir. Və biz də bilirik ki, əgər need modal kimi işlənibsə, özündən sonra V1 gəlməlidir. Burada nə gəlib? İdili feil gəlib. C variantı da səhvdir. D-də effective time management helps them avoid stress and increase productivity. Ümumiyyətcə, yoldaşlar, D variantında inkar var. D variantı təsdiq cümlədir. D-ni də çıxdım. Y-yə baxaq. It is impossible for humans to devote time neither to decisions nor to problems. Mənim inkarlığım burada nə yaradıb? Baxın, neither nor. Bir sadə cümlədə bir inkar işlənib. Y variantında heç bir problem yoxdur. Düzgün cavab elə olur Y. 17-ci sual leksik testlərlə bağlı bir sualdır. Deyir ki, would you mind closing the window? Mind etiraz etmək mənasında işlənib burada. Etiraz. Deyir ki, pəncərəni bağlamağa etiraz edərsənmi? It is a bit cold here. Bura biraz soyuqdur. Bu da cavabında deyir ki, in that case, o halda, I guess, düşünürəm ki, I would better move to a different seat. Başqa bir yerə getsəm, daha yaxşı olacaq. Deməli, yoldaşlar, bu pəncərəni ya bağlamayıb, ya da ki, nəsə bir hal baş verib ki, pəncərəni bağlamır. İndi baxaq. Deyir ki, no problem, do you know how these windows work? Deyir, problem yoxdur, bilirsən, bu pəncərə necə işləyir, necə bağlamalıyam. Amma burada deyir ki, mən başqa yerə getməliyəm. Deməli, bu pəncərəni bağlamayıb. A-nı çıxdım. B-də deyir ki, if you insist, it doesn't really make any difference to me. Əgər insist təkid eləməkdir. Deyir, əgər təkid edirsənsə, mənim üçün heç bir fərqi yoxdur. B-də çıxdıq. Çünki pəncərə bağlanmamalıdır. Yerini dəyişdirir. C-də deyir ki, I don't think so. Why don't you take your jacket off? Deyir ki, mən elə düşünmürəm. Niyə jaketini çıxartmırsan? Take off çıxartmaqdır. Bəs burası soyuqdursa, niyə jaketini çıxartsın? C-ni də çıxıram. I am sorry, but it is broken. Deyir, üzgünəm, amma qırıqdır. I have already tried to do so myself.
Deyir, mən özüm də yoxlamışam ki, onu bağlayayım yəni. D variantı uyğun gəlir. Y'də deyir ki, I wouldn't. I will take care of it right away. Just a minute, please. Deyir ki, yox, eləyə bilmərəm. Daha doğrusu, yox, etiraz eləmərəm. Bu dəqiqə deyir, onun qayğısına qalacağım. Just a minute, please. Bu bağlamaq mənasında işlənib, düzdür. Amma burada nə deyir? Mən fərqli yerə gedəcəm deyir. Ona görə düzgün cavabım olur D variantı. 18-ci sual. Bağlayıcılarla bağlı bir sual. Deyir ki, the man asked the question twice. Adam sualı 2 dəfə soruşdu. There was no answer. Cavab yox idi. Cümlələr arasında nə var yoldaşlar? Ziddiyyət var. Ziddiyyət varsa, görək variantlarda nə uyğun gələcək? Baxın, Zoyla Ozo. Baxmayaraq ki, adam sualı 2 dəfə soruşdu. Cavab yox idi. Sonun hansı mənası var? Sonun belə mənası var. Əzin hansı mənası var? Əzin, görə, çünki və kimi mənası var. Ən uyğun cavabımız nədir? Zo və Ozo. Hər ikisi nə deməkdir? Baxmayaraq ki. Düzgün cavabımız olur 2 və 4. Sonra baxırıq 19-cu suala. 19-cu sual əvəzliklərlə bağlı bir sualdır. Deyir ki, the situation was hopeless. Situasiya çox ümidsiz idi. İndi cavablara baxaq. Deməli, yoldaşlar, ikinci tərəfimdə eynini işlətmək üçün əvvəlin nə olmalıdır? İnkar olmalıdır, düzdür. A və B variantında eynidən əvvəl inkar var, yox. A-nı, B-ni buna görə çıxdım. Sonra baxırıq variantlarda. Bir sadə cümlədə 2 dənə inkar işlədə bilmərəm. C-ni də çıxıram. Sonra baxıram. Eynidən əvvəl inkar olmalıdır. Eynidən əvvəl nə gəlib? Ol gəlib. İnkar yoxdur. Baxın Y variantına. No one nədir? İnkarlıq yaradır. İnkardan sonra da eyni gəlib. Heç kim kömək üçün heç nə edə bilmədi. Yəni düzgün cavabımız olur Y. 20-ci sualda cümlənin ekvivalentini tapırıq. French is the only language except English spoken on 5 continents. Except nə deməkdir? Başqa savayı. Deyək ki, fransız dili 5 qitədə danışılan dildir, İngilisdən başqa. Yəni ki, fransız da, İngilis də, hər ikisi də 5 dənə qitədə danışılır. İndi cavablara baxaq yoldaşlar. A-da deyir ki, French and English are the only languages that are spoken on 5 continents. A variantı uyğundur. Deyir, fransız və İngilis dili yeganə dillərdir ki, 5 qitədə danışılır. Digərlərə baxaq. Bax, B-də deyir ki, fransızdan fərqli olaraq İngilis 5 dildə, 5 qitədə danışılır. Amma burada 5 qitədə danışılmanı hər iki dilə şamil edir. Ona görə B-ni çıxıram. C variantında deyir ki, fransız və İngilis dili are spoken widely in every circle. Bütün qitədə danışılır. Amma bizdə 5 qitədən söhbət gedir. C-ni də çıxıram. Before English, İngilisdən əvvəl. French was the only language spoken on 5 continents. Fransız yeganə dildir ki, 5 qitədə danışılır. Biz bunu ikisinə də şamil eləməliyik. D-ni də çıxıram. All over the world, dünyada, French is not the most widely taught second language after English. Deyir ki, fransız geniş şəkildə danışılan dil deyil. Second language after English, İngilisdən sonra. Y variantda çıxıram. Çünki yoldaşlar, cümlədə bu fikri hər ikisinə şamil edir. Hər ikisinə şamil edirsə, ən uyğun cavabın baxın, French and English are the only language. A variantında hər ikisinə şamil olunub. Buna görə düzgün cavabımız A olacaq. Sınaq izahından bu qədər yoldaşlar. Ümid edirəm ki, bütün suallar hamınızda aydın oldu. Əgər aydın olmayan bir şey varsa, şərh bölməsində yazıb soruşa bilərsiniz. Uğurlar hər birinizə.